Salam Qəmər xanım, xoş gəlmisiniz. Xoş gördük. Sizi bu layihəmizdə görməyimizə çox şadıq. Ümid edirəm ki, çox maraqlı bir söhbətimiz alınacaq bugün. İnşallah. Qəmər xanım, birinci mən başlamaq istəyirəm sizin gənclik illərinizdən. Mən bildiyimə görə siz çox uşaqlı bir ailədə dünyaya gəlmisiniz. Bakının Çəmbərə kəndində və atanız sizin aktrisa olmağınızı, ümumiyyətlə bu sənəti seçməyinizi istəməyibdir. Amma heç nəyə baxmayaraq siz aktrisa olmuşsunuz. Ümumiyyətlə, necə o dövr üçün mühafizəkar bir dövr idi, zaman idi, valideynlər övladlarına qarşı hədsiz dərəcədə tələbkar idilər. Necə oldu ki, siz belə deyək, o sərhədləri aşa bildiniz? Bu sualı mənə həmişə verirlər Samirə xanım. Həqiqətən də mənim atam heç razı deyildi. Biləndə ki, mən aktrisa olmaq istəyirəm. Necə deyim, bu insan elə bil ki, rəngi dəyişdi. Həqiqətən istəmirdi. Özü belə çox oxumuş adam idi, yəni ki, sevirdi. Hər gün kitab oxuyurdu, təzə qəzetləri oxuyurdu. Bizə gətirirdi, həmişə gətirirdi ki, oxuyun, baxın, görün nə var, nə yox. Yəni, sevirdi belə şeyləri. Bizim təhsilimizə çox böyük önəm verirdi. Amma buna baxmayaraq aktrisa olmaq olmaz. Nəysə, mən çox inad elədim. Dedim, başqa heç yerə getməyəcəyəm, ancaq aktrisa olacağım. O da bir gün qəzetləri aldı, gətirdi. O vaxtda, bilmirəm, siz bilirsiniz ya yox, qəzetlərdə elanlar verilirdi ki, hansı institutda imtahanlar nə vaxt başlayır, nə vaxt bitir. Gətirib o qəzeti mənə verdi, dedi, ala, istəyirdin. Sən seçdiyin sənətdir, get görüm necə imtahan verəcəksən. Mən də dərnəkdə idim, yəni hazırlığım var idi. Demək olar ki, proqrama hazır idim. Səhnədə olmuşdum, məktəbdə, dərnəkdə olmuşdum, sonra xalq teatrında olmuşdum. Mən də rahat getdim. Təsəvvür eləyin ki, mənimlə heç kəs getmədi. Tək getdiniz. Tək getdim, evdən heç kəs getmədi. Atanız da yəqin ki, güman edib ki, kəsiləcək. Bəli. O ancaq bu fikirlə onu mənə verib ki, hara gedib, heç kəs getmir onunla, hara gedəcək? Kəsilib gələcək də, qoy getsin, kəsilsin, görsün ki, necə olur. Mən də getdim, o vaxtda bizim institut bütün institutlardan birinci imtahan verirdi, bitirirdi. Deməli, onlar imtahana hazırlaşanda biz artıq tələbə bileti alırdıq, bizim institut. Bax, bu qədər araları var idi, bir ay araları var idi. Mən də getdim, imtahan verdim. O vaxtda bizim böyük sənətkarlarımız imtahan götürürdü. Yəni ki, təsəvvür eləyin ki, indi də gözümün qabağına gəlin. O vaxt mən necə ora girmişəm, necə o imtahanı vermişəm. Sıra ilə oturmuşlar bir sıra. Bax, Adil İskəndərov, Mehdi Məmmədov, Rıza Təhmasib, sonra Əzzağa müəllim, Fikrət müəllim və bir neçələri. Əsas o üç bizim fiqurlarımız, bəli. Yəni, onların qarşısında imtahanımı verdim. Həyəcan var idi, Qəmər xanım, yoxsa o dövr? Bilirsən, həyəcan əlbəttə ki, var idi. Həyəcan elə indinin özündədir. Yəni ki, o həyəcan bizi ilə bugünə kimi yaşayır. Hərdən deyirəm ki, bizi başa düşsələr, görərlər ki, biz necə həyəcanla yaşayırıq həyatımızı. Yəni, həqiqətən çox həyəcanla yaşayırıq. Yəni, o həyəcan bizdən getmir. Həyəcanımız o addımı atana qədər də, ondan sonra artıq elə bil ki, bir balaca o həyəcan gedirsən, nəyisə eləməyə gəlim, nə eləyəcəksənsə onu eləməlisən. Yəni, həyəcan ora qədər, təbii ki, həyəcandır. Yaxşı da qiymətlər aldım, tələbə biletimi də aldım. Elə o il bacım da instituta qəbul olundu. Yəni ki, o hələ imtahan verməmişdi, hazırlaşırdı hələ imtahanlara. Mən artıq tələbə biletimi alıb gəldim. Bütün illəri də, mən institutda oxuyan illəri də atam ancaq bu fikirlə yaşayıb ki, qızım hansısa bir teatrda, hansısa bir klubda direktor olacaq. Yəni ki, qoy oxusun, amma ki, aktrisa olmayacaq, direktor olacaq. Bax, belə bir fikirlə. Qəmər xanım, səhv eləmirəmsə, atanız 2009-cu ildə rəhmətə gedib, Allah rəhmət eləsin. Və sizin o, belə deyək, aktrisalıq dövrünüzün ən parlaq dövrlərini falan görüb. Necə idi? Bəs sonralar münasibəti, belə deyək də, o təslim olmuşdu, yoxsa? O heç görmədi ki, yəni nə mənada görmədi. Yəni, institutu bitirən kimi biz elə avtobusa oturub Şəkiyə yollandıq.
Yəni mənim yaradıcılığım, cavanlıq dövrüm, bütün teatr dövrüm, bütün yaradıcılığım Şəkidə baş verib. Yəni atam məndən uzaqda idi. Mənim o tamaşalarımı, o rollarımı və paytaxtda olsaydı, yəni görmədi. İndi iş elə gətirdi ki, valla iş elə oldu. Çünki mən elə Zağa müəllim məni saxlamaq istəyirdi institutda. Sadəcə bizim bütün kurs getdiyi üçün mən fikirləşdim ki, mən də gedirəm. Mən qalmıram, mən də gedirəm. Bizdən əvvəl Lənkərana getmişdi bir kurs. Bizdən öncə bitən kurslar Lənkərana getmişdi. İkinci ildə biz Şəkiyə getdik. Və Şəkidə işlədiyim üçün biraz papam məndən uzaq idi. Ona görə səhnədə məni görmürdü. Ümumiyyətlə, Qəmər xanım, mən bildiyimə görə siz Hüseyn Ağa Atakişiyevlə tələbə yoldaşı olmuşsunuz. Ümumiyyətlə, indi özünüz vurguladığınız kimi o dövrdə məcburi təyinat var idi, getməli idin və siz, belə deyək də, o Şəki teatrının quruculuğunda sizin də öz payınız olubdu və indi özünüz də vurguladınız ki, siz müəllim kimi burada çalışa bilərdiniz, pedaqoji fəaliyyətlə məşğul ola bilərdiniz, amma siz o aktrisalı seçdiniz. Niyə? Mən üçün maraqlıdır. Rəsmiyyət mi sizi qorxutdu burada qalmaq, yoxsa aktyor həyatının rəngarəngliyi cəlb elədi, sizi götürdü, apardı? Yox, bizim bütün kurs gedirdi yəni. Yəni ki, bizim hamımızda bir həvəs var idi. Rəhmətli Vaqif müəllim də var idi bizimlə gedən. Baş rejissor o gedirdi, sonra Hüseyn Ağa da tələbə yoldaşıyıq. Yəni o vaxt heç düşünmürdük ki, mən nəyə görə gedirəm, nəyə görə qalıram. Belə şeylər biz heç düşünməmişik. Şəxsən mən düşünməmişəm ki, nəyə görə gedirəm, nəyə görə qalıram. Yaxşı olacaqmı, pis olacaqmı, burada qalım. Belə şeylər yox idi, Samirə xanım. Yəni ki, bizim kurs gedir. Teatr açmağa gedirik. Biz aktyorlarıq. Hamımız bir yerdə gedirik. Vəssalam. Bax, belə də getdik. Elə birinci gündən bizim qrupamız çox gözəl. Orada seçilənlər oldu ki, hansı ki, qayıtmaq istəyirdi. Çox getmişdik axı. Hardasa bir 27 nəfər getmişdik. Amma çox az qaldıq orada. Bilmirəm, 9 nəfər qaldıq. 10 nəfər qaldıq, 12 nəfər qaldıq, dəqiq deyə bilmərəm. Amma o birlər elə az bir bəhanə tapıb çıxdılar. Çıxdılar, getdilər. Yəni teatrı istəyənlər qaldılar. Qaldılar Vaqif müəllim, Hüseyn Ağa və aktyorlar. Həm də orada da xalq teatrı var idi. Oradan da neçə illər xalq teatrında işləyən aktyorlar var idi. Onları da Vaqif müəllim teatra götürdü, yoxladı, götürdü. Hamısı da yaxşı aktyorlar oldu. İnkişaf elədilər, dərs keçdilər, böyük məktəb keçdilər. Hüseyn Ağa rejissorluğu oxudu, gəldi. Artıq oxuyurdu da ora gələndə. Yəni ki, Vaqif müəllimdən sonra Hüseyn Ağa müəllim oranın baş rejissoru oldu. Yəni teatrı çox yüksək səviyyədə qurduq hamımıza. Məsələn, şəxsən mən teatrın necə qurulmasını əvvəldən axıra qədər məsələn bilən adamam. Çünki onun içində olmuşuq. Çünki hamımız onu böyük bir həvəslə, böyük bir zövqlə eləmişik, sevgi ilə eləmişik. Sevgi ilə eləmişik. Konkret Qəmər Məmmədova üçün Şəki teatrı mərhələsini necə xarakterizə edə bilərdiniz? Nələr elədiniz? Hansı rolları bax indi xatırlayırsınız? Mən bilirəm ki, sizin yaddaşınız çox güclüdür. Nələr gözünüzün qarşısından gəlir, keçir kino lenti kimi? Şəki teatrı mənim həyatımın ən gözəl, cavanlığımın, gəncliyimin ən parlaq illəri, ən gözəl illəridir. Ən gözəl illəri. Yəni, hər şey, dediyim kimi, hər şey gözümün qabağındadır, hər şey yaddaşımdadır. Orada mən demək olar ki, massaya da çıxmışam. Yəni, bizim teatr massaya da çıxmışam. Bəli, bəli. Sevə-sevə. Amma bütün başrolların ifaçısı olmuşam. Aparıcı başrolların ifaçısı olmuşam. Elə birinci tamaşadan tutmuş, axırıncı tamaşaya qədər. Rejissorlarımız da dəyişib, yenə də bütün başrolları mən oynamışam orada. Yəni ki, aktrisalarımız da çox olmayıb orada. Gəliblər, məsələn, ikili işləyiblər, gediblər, qalan olmayıb. Ən çox qalan mən olmuşam. Sizin çiyinlərinizdə bəli, bəli. Ən çox qalan mən olmuşam. Məsələn, Kral Lirdə Reqanla oynamışam, Adamın adamında Nazlı Qəmzəlini oynamışam, Aydında Gültəkini oynamışam, Dəli Yığıncağında Pırpıssonanı oynamışam, Bayramın birinci gündə Fərxundə xanım oynamışam, Halallıqda Varvaranı oynamışam,
Teymurləngdə Zəbinəni oynamışam. Əsrə bərabər gündə Zarinanı oynamışam. Çox tamaşalar. Master Margarita'da Margaritanı oynamışam. Təxminə Zaurda Təxminəni oynamışam. Çox genişdi, çox genişdi. Tango Pikəni oynamışam. Sonra Toros canavarında Mehribanı oynamışam. Yəni çox gözəl rollarım olub, çox gözəl. Ağ bayraqlardan Nununu oynamışam. Yaddan çıxanlar çoxdur. Yəni həddindən artıq mənim çox gözəl rollarım olub, çox gözəl rollarım olub. Onunla bərabər Şəkinin bütün tədbirlərini, şəhər tədbirlərini, dövlət tədbirlərinin aparıcısı olmuşam. İllərlə. İcra başçıları həmişə gələndə Nəzir müəllim var idi, icra başçısı. Orada da Zanalini bir yığıncaqlar olurdu, sonra konsert olurdu. Mən də hər tədbirə çıxanda elə bil ki, o tədbirin özünə uyğun geyinirdim. Özünə uyğun bir saç düzümü eləyirdim. Yəni çox dəyişirdim də. Məsəl üçün Dədə Qorquddansa tamam başqa cür geyinirdim. Məsəl üçün müasir bir şeysə tamam başqa cür geyinirdim. Baxırdı da tədbirə baxırdı. O dövrdə belə deyək də hər şey aktrisanın öz zövqünə qalmışdı. İndiki kimi salona get, saç Bəli. Öz-özünü təyin edirdi, öz-özünü yaradırdı. Bəli. Və gəlirdim o tədbirlərdən çıxıb gələndə lap belə açıqlığı ilə deyim də, məsəl üçün kimsə pul alır, gedir, tədbir aparır. Mən elə gəlirdim ki, elə bir dünyanı mənə verir, pulsuz-atsız tədbir aparım. Amma elə gəlirdim ki, elə bilirdim ki, bütün dünyanı mənə veriblər, bütün dünya mənimdir, mən böyük bir şeylər eləmişim. Çox özümü rahat hiss eləyirdim, çox belə, necə deyim sənə. Yəni, mənim Şəkidəki həyatım, yaradıcılığım çox gözəl olub. Hətta Şəkidən bura gəlmişdilər, Hüseyn Cavidin yaradıcılığını tədbirdə keçirirdilər. Bütün teatrlardan tamaşalar var idi. Bizim də teatrımız getmişdi, gənc tamaşaçılar. Orada oturmuşdum. Birdən qayıtdılar ki, elan elədilər ki, Şəki teatrı gəlsin səhnəyə. Hamıdan qabaq mən durdum. Sonra birdən elə bir ki, məni özüm ayıldım, mən hara gedirəm, mən Şəki teatrı deyiləm, axı mən artıq gənc tamaşaçılar teatrıyam, mən artıq Şəki teatrı deyiləm. Yəni o qədər mənə doğma teatrdır, o qədər mənə əziz teatrdır. Orada bizim gözəl yaradıcı işlərimiz olub, çox gözəl həqiqətən. Hüseyn ağa Atakişiyevlə elə böyük bir sənətkar olub ki, düzdür, mən onu görməmişəm həyatda, həyatını çox araşdırmışam, baxmışam, oxumuşam və hamı onun haqqında həmişə xoş danışıbdır. Ona görə də bizim teatrda da, məhz Gənclər Teatrının aktyorları olanda mən Hüseyn ağa müəllim haqqında sual verməsəm ötüb keçə bilmirəm. Ona görə də bilirəm ki, sizin həyatınızda da onun həm dost kimi, həm sənətkar kimi yeri var. Hüseyn ağa müəllim birincisi necə insan idi? Sizdən həm də bir Qəmər xanımdan eşitmək istəyərdim. İkinci o sualım da ondan ibarətdir ki, Hüseyn ağa müəllim yaradıcı insan kimi sizə nələr verdi? Ümumiyyətlə verə bildi mi? Ömrü çatdı mı? Vaxtı çatdı mı? Hüseyn ağa elə tələbəlikdən kursun gözü idi. Gəlirdi, otururdu. Məsələn, hamımız başlayırdı oxumağa ki, indi cavab verici bizi qaldırar, neynir? Bir Fatma xanım var idi, Rus ədəbiyyatından dərs deyirdi. Çox belə ciddi qadın idi. O girəndə hamımız belə sakitlik olurdu. Hüseyn ağa da arxa sırada həmişə otururdu. Yekə bir sumkası var idi. Onun içindən kitab çıxardırdı. Bax, belə otururdu, oxuyurdu. Fatma xanım gördü ki, bu kitab oxuyur. Dedi ki, qalx ayağa. Qalx, gəl dərsi, seminarı danış. Təsəvvür eləyin ki, o necə danışdı. Fatma xanım məətəl qaldı. Fikirləşdi ki, indi oturub nəyisə oxuyur, neynir, dərsə hazır deyil də. Yəni, Hüseyn ağa aktyorluqda oxuya rejissuranı öyrənirdi. Rejissura oxuyurdu. Biz heç bilmirdik ki, o nə oxuyur, nə kitablar daşıyır özüylə, neynir. Sənəti çox sevən, mən deyərdim ki, çox dərindən bilən, öyrənən və böyük bir məktəb qoyub gedən insandır Hüseyn ağa. Hüseyn ağa bəzən aktyorlarla bir də görürsən ki, aktyorlarla çox belə dəqiqliyi ilə işləməsə də,
Bəzən deyirlər ki, məsəl üçün çox aktyorla işləmədi də, elə belə tamaşanı qururdu, tutaq ki. Amma o tamaşanı elə qururdu ki, ona heç kəs heç nə deyə bilmirdi və aktyor orada özünü tapırdı. Hüseyn ağa teatra da çox şey verdi, aktyorlara da çox şey verdi. Yəni Hüseyn ağanın rolu bizim həyatımızda çox böyükdür. Həqiqətən onun bir baxışı ilə, bir hərəkəti ilə bütün teatrın, necə deyim, o sistem elə düzgün gedirdi ki, biz deyirdik ki, falan şey çatmaz, bu tamaşaya qədər bu olmaz, bu belə olar, o elə. O onu elə qururdu ki, bir də gör Hüseyn ağa çıxır. Hüseyn ağa heç otpuskaya çıxmayıb heç vaxt. Yəni Şəkidə işləyəndə biz hamımız çıxıb gedirdik, məsələn gedirdi Bakıya, evə gedirdik. Hüseyn ağa həmişə teatrda idi. Hüseyn ağa gecə gündüz teatrda idi. Hüseyn ağa əvvəlcədən artıq bütün sexlərlə işləyirdi. Hamıya deyirdik, sən bunu eləyəcəksən, sən onu eləyəcəksən. Hamı işini bilirdi. Hamı işini çox gözəl bilirdi. Hüseyn ağa pis insan olmayıb, pis rejissor da olmayıb. Amma həyatdır da, həyat görsən ki, iş başqa, məsəl üçün yoldaşlıq başqa, ailə başqa, hərəninki bir tərəfdən gətirir, bir tərəfdən gətirmir. Amma Hüseyn ağa yaxşı yoldaş və yaxşı işçidir. Nələr öyrəndiniz Qəmər xanım Hüseyn ağa müəllimdən? Hüseyn ağa müəllimdən çox böyük məsuliyyət öyrəndik, çox böyük ciddilik öyrəndik, çox böyük münasibət öyrəndik. Elə sənətə qarşı, teatra qarşı, oynadıqlarımıza qarşı, elədiklərimizə qarşı. Gözünlə bir dənə belə baxanda, mən onu oyun tələbə yoldaşıyım, hamımız çoxsu da, uşaq deyilik ki, orada indi təzə uşaqlar var idi, gətirirdik, məktəb keçirdilər onlara. Biz özümüzü yığışdırırdıq artıq. Yəni o qədər o sənətə belə ciddi yanaşırdı ki, qoymazdı bir xələl gəlsin ona. Biz ondan sevmirdi. Sevmirdi, qətiyyən sevmirdi. Qətiyyən sevmirdi və teatrdakı münasibətimiz bizim çox ciddi olaraq qalırdı. Dostluq öz yerində. Dostluq öz yerində. Bax, otururduq, yeyirdik də, çay içirdik, söhbət eləyirdik, gedirdik də, gəzirdik də, bütün günü ha hi də eləyirdik. Amma mən şəxsən otağında bax oturmuşam belə. Mən bilmirdim ki, sabah o tamaşanı götürəcək mənim rolum nədir orada. Və soruşa bilmirdik ki, mən hansı rol oynayacağam. Ancaq asılırdı, prikaz asılırdı, gedib oradan oxuyurduq ki, mənim rolum hansıdır. Yəni münasibətlərimiz sənətə qarşı, işə qarşı çox ciddi idi. Və orada çox professional şəkildə quruldu teatr. Bugün də davam edir. Çox vaxt deyirlər ki, Şəki teatrı məsəl üçün də necədir? Mən həmişə deyirəm Şəki teatrı bugün də öz qüvvəsində davam edir. Çünki onun özülü çox möhkəm qurulub və professional şəkildə qurulub. Professional şəkildə qurulduğu üçün onu heç kəs dağıda bilmir. Bizim çox böyük qastrollarımız olub. Yəni xarici ölkələrə çox böyük. Məsələn, Moskvanın, bəli, Moskvanın özünə aynən biz teatrda, Bolşoy teatrda tamaşalar vermişik. Aynən. Böyük tamaşalar aparmışıq. Necə tamaşalar aparmışıq? Çox böyük tamaşalar. Yəni, indiki məni tanıyanlar, məsələn, söhbət eləyəndə deyirlər ki, biz gəlirdik Şəkiyə, bilet alırdıq avtobusa, Şəkiyə gəlirdik tamaşalara baxmağa. Təsəvvür edirsiniz, o dövrdə əyalət teatrında bunu bacarmaq artıq inqilab idi. İndi onlar özləri böyük aktyorlardır, böyük rejissorlardır, məsəl üçün işləyirlər, rastlaşırıq, rastlaşanda deyirlər ki, o vaxt mən gəlirdim, Şəki teatrının tamaşalara baxırdım. Bəli, gəlirdilər, tamaşalara baxırdılar. Bütün festivalların tamaşaları hazırlanıb orada. Balqar tamaşası festivalı hazırlanıb, Macar hazırlanıb, Alman hazırlanıb, İngilis hazırlanıb, Rus hazırlanıb. Çox da çox. Hansı festival keçirilirdisə, bizim teatrın tamaşası olurdu orada. O tamaşalar mütləq olurdu. Mən özüm Balqar tamaşası, ustalar tamaşasında Milkana roluna görə, ən yaxşı qadın roluna görə mükafat almışam və Balqaristana bir həftəlik mənə ezamiyə veriblər. Təkcə mənə yox, rəhmətli İbrahim də var idi, Hüseyn ağanın özü də var idi. Qəmər xanım, Şəki teatrı, ümumiyyətlə 3 teatrda mən bildiyimə görə çalışırsınız. Bu sizin gənc tamaşaçılar teatrı 3-cü iş yerinizdir. Mən istəyirəm biraz da
Buradakı fəaliyyətinizdən danışasınız. Burada necə qarşılandınız? Ümumiyyətlə buradakı işləriniz necə getdi? Gerçəkdən sizin üçün hansı əhəmiyyəti kəsb edir? Bax, Bayaq çox gözəl bir söz dediniz. Biz kulis arxası söhbət eləyəndə siz başqa mövzudan danışırdıq. Siz dediniz ki, insan harda işləyirsə, teatr oradır. Bəli. Əslində çox gözəl bir ifadə idi. Mənim işim teatrda işləməkdir. Düzdür, teatr yaxşı olmalıdır, kollektiv yaxşı olmalıdır. Mən demirəm ki, pis olsun. Amma hansı kollektivdə işləyirəmsə, hansı teatrda işləyirəmsə, o mənim teatrımdır. O mənim teatrımdır. Mən deyə bilmərəm ki, mənim teatrım deyil bu. Mənim teatrım Şəki teatrıdır və yaxud da gənclər teatrıdır. Elə deyil. Mən Şəkidən gələndə, gəldim, görüşdüm, oturdum. Onda aktyor evində idi gənclər teatrı. Hələ fikirləşirdim ki, hara gedim, nə bilim, bir məsləhət eləyim, hara gedim, necə eləyim. Hüseyin ağa, hara gedəcəksən? Buradan heç yana getməyəcəksən. Burada qalacaqsan. Və mən qaldım orada. Elə məni işə də götürdü, orada qaldım. Heç bir il işləməmişdim, universitetə dəvət aldım. Getdim universitetə. Yəni, burada mənim biraz yaradıcılığım axsadı nəyə görə? Arxa plana keçdi. Həm də bir ilin içində, həm də mən zaf kafedra olduğum üçün mənim işim çox oldu. Yəni, səhər gedib 9-da orada olub, axşam 6-ya qədər orada olmaq lazım idi. Bu məni biraz sənətdən axsatdı. Amma Qəmər xanım, özür istəyirəm, sizin universitet illərindəki fəaliyyətiniz də çox, belə deyim, qabarıq olub. Bəlkə əslində çoxları bunu bilmir. Amma orada belə deyək, qarışqa misali siz işləmişsiniz. Çünki mənim özümün də eşitdiyimə, bildiyimə görə həqiqətən də təhsil sahəsində çox böyük xidmətləriniz olub orada. Bəli. İndi düzdür, uzaqlaşmışsınız, sırf teatr fəaliyyəti ilə məşğulsunuz. Amma mən bildiyimə görə siz orada çox böyük işlər görmüşsünüz. Yəni, bəli. Oradan da təsəvvür eləyin ki, çıxırdım bura. Məsələn, bir tamaşada rol verirdilər. O bir tamaşada görürdülər ki, mane oluram. Məsəl üçün vermirdilər. Hərdən söhbət eləyəndə mənə rol verdilər ki, niyə sənə Cənnət xanım o rolu verdi? Sən gələ bilmədin, işləyirdin. Deyirəm, hə, yadıma düşdü. Həqiqətən o qədər gərgin iş idi ki, o qədər gərgin fəaliyyətdə idim ki, təsəvvür edin, tamaşalar olanda, burada da tamaşalar da var idim axı. Oradan gəlirdim, 5-də çıxırdım, gəlirdim, bura çatırdım, tamaşanı oynayırdım, axşam saat 11-də, 12-də evə çatırdım. Həm çox tələbələrim var idi, həm universitetdə zaf kafedra işləyirdim. Yəni ki, çox işdə vaxtım idi o vaxt. Yəni ki, hamısı qarışmışdı bir-birinə, amma çatdırırdım. Yəni heç birini axsatmırdım. Mənim xasiyyətimdə bir şey var ki, yəni mən həyatımda heç kəsi gözlətməmişəm, heç kəsi, məsəl üçün, məndən asılı qoymamışam. Yəni, belə şeyləri sevmirəm. Elə o teatr tərbiyəsindən, bəlkə də teatr tərbiyəsi böyük şeydir. Aktyorlarda birinci teatr tərbiyəsi mütləqdir. Peşə etikası, bəli. Bəli, bu mütləqdir. Məsələn, məndə uşaq körpə idi. Onun 40-ı çıxan kimi mən onu adyala büküb məşqə getmişəm. Çünki mənsiz keçinmirdi teatr. Teatrda 5 dənə məndən yox idi da. İndiki kimi deyil, axı o ağ bayraqlarda deyir, mən orada yeganə gözəl idim. Yox idi. Ona görə olsaydı, bəlkə də mənə ehtiyac olmazdı. Onlara deyirdim ki, məsələn, onlar bilirdi də mən körpə ilənəm. Məni yarım saatda gözləyərdilər oturub. Hamı tanıyırıq bir-birini, bir ailəyik də, balaca ailə. Evlə də teatrın arası çox azdır. Mən onlara dedim ki, bax, mən sizə bir söz deyirəm. Siz məni 5 dəqiqə gözlədiniz. Gördünüz ki, 10 dəqiqə oldu, 15 dəqiqə oldu. O saat gəlin dalımca, bilin ki, nəsə olub mənə. Əgər mənə heç nə olmayıbsa, mən sizi gözlətməyəcəm. Yəni, elə çatdırırdım işlərimi, elə çatırdım ki, uşağı da gətirən kimi ya grim sexinə qoyurdum, ya paltar sexinə qoyurdum. Bəli, artıq onlar oyla məşğul olurdular. Yəni ki, məşğul olur, mən də öz işimə. Gözəl deyirik, əslində çətindir. Çox çətindir. Bəli, yəni ki, həm çətindir,
həm də o qədər belə şirin idi, gözəl idi. Yəni ki, insan indi məsəl üçün bu yaşda deyirsən, bəli. İndi mən məsəl üçün kimsə uşaqlara baxıram. Məsəl üçün gəlinim uşaqlara baxır, ya bacımın qızı uşağına baxır. Deyirəm ki, sizin həyatınızın ən gözəl devridir. Çünki siz öz uşaqlarınızı böyüdürsünüz. Sizə nə çətin deyil, nə belə incimirsiniz, qorxmursunuz. Siz elə bu yaşayırsınız da, sizin yaşantınız budur. Amma mən məsəl üçün 2 saat uşaq olan yerdə oturanda artıq başım götürmür. Deməli, hər şeyin özünün bir vaxtı, özünün bir devri var da. Yəni, o vaxt uşaqla nə qədər çətin idisə, o qədər də rahat idi. Mən hər şeyi eləmişəm. Yəni ki, heç bir, yəni burada Şəkidə tək olmuşam da, demək olar ki, hamısı, bütün ailə üzvlərim burada, bacılarım burada, hamısı burada. Mən orada tək. Bir köməyi yoxdur. Necə olar? Köməyim də ancaq ətraf qonşular, işçilər, bax belə. Amma şirin həyat olub, gözəl həyat olub. Və Qəmər xanım, bax, siz özünüz bayaq rollarınızı saydınız ki, xeyli qəhrəman rollarda iştirak eləmişsiniz. İndi də teatrda, bizim teatrda da rollarınız var, tamaşalarda biz sizi görürük. Amma təbii ki, gənclik dövrü geridə qalır, o gənc rollar da geridə qalır. Bəlkə də yaşın, bəlkə də yox, normal bir haldır. Mən bilmək istəyirəm, bax, aktrisa Qəmər xanım bugün ümumiyyətlə necədir? Onun ruh halı, harmoniyadadırmı, rahatdırmı? Yoxsa o yaradıcı narahatlıq davam eləyir daxilində? Bilirsən, daxilimizdə əgər işləyirəmsə, işləmək lazımdır da. Onu biz asılıyıq da. Məsələn, əgər mən işləyirəmsə, deməli mən işləməliyəm, işləmək lazımdır. Rol ifa etməliyəm. Bəli. Oynadı, indi düzdür, yaşımızın elə devridir ki, biz hər gün səhnədə ola bilmərik. Məsələn, mən o dəfə oturub söhbət eləyəndə deyirəm ki, Nicat, mən hərdən oluram ki, bu uşaqlar bütün günü səhər 11-dən axşama qədər buradadılar, məşqdədirlər, tamaşadadılar. Amma biz, məsəl üçün, mən az-az gəlirəm, az çıxıram, belə eləyirəm. Sonra birdən fikirləşirəm ki, 20-25 yaşında, 30 yaşında mən bundan da dəhşətli olmuşam. Mən heç evə gəlməmişəm. Mən gecə saat 1-də gəlmişəm, ayaqlarımı vanlı eləmişəm ki, 18 günə tamaşa verməliyik. Ayaqlarımın şişi məni öldürür. Səhər məşqə yenə getməliyəm. Deyir, düz deyirsən, bəs sən də belə işləmişsən, mən də belə, cavan vaxtı biz də belə işləmişik. Həqiqətən cavan vaxtı ayrıdır, indi ayrıdır. Amma indi yenə də oynadığım rolları, məsəl üçün teatrı çox belə, necə deyim, sevərək, çox istəyərək, bu mənim sənətimdir, bu mənim varlığımdır, bu mənim hər şeyimdir. Necə deyərlər ki, gəlişi gözəl söz olmasın. Yəni, mən 50 ildir, 50 ildən keçib, yəni mən bu işlə məşğulam da, başqa işlə məşğul ola bilmərəm ki, indi mən. Və yaxud da ki, başqa şey fikirləşə bilmərəm ki. Mənim işim ancaq bunu fikirləşməkdir də, bunu düşünməkdir. Fikirləşirəm ki, bunu ya bir seriala çağıranda deyirəm ki, görəsən bu bundan necə fərqlənsin, bu rol necə roldur, bunu necə oynamaq lazımdır. Yəni, bizim həyatımız bundan ibarətdir. Mən başqa bir şeylər düşünə bilmərəm. Ya, bayaq dedik, yəni teatrımız. Sonra gəldik Gənc Tamaşaçılar Teatrına da. Yəni, inanırsınız ki, mənim üçün fərq eləmədi. Səslər eşidirdim, sözlər eşidirdim, amma mənə dəxli yoxdur, mənə fərq eləmədi. Belə də gəlirdi də. Amma mənə məsələn, mən həmişə düşünürdüm ki, ay insanlar, bizim teatr, artıq buradasan, bizim teatr. Burada işləyənlər də deməsin ki, sizin teatr deyil, biz də deməyək ki, bizim teatrdır. Bizsiz yoxdur. Bizsiz nədir? Bu bizim teatrımızdır. Mən həqiqətən teatrı, yəni ki, teatr tərbiyəsi ilə sevirəm. Belə şeylərə, məsələn, getmək lazımdır. İşinlə məşğul olursansa, işinlə məşğul olmaq lazımdır. Hüseyin ağa rəhmətli həmişə deyirdi ki, başını aşağı sal, işini gör, işinlə məşğul ol. İşinlə məşğul ol, heç nəyə baxma, işinlə məşğul ol. Qurban müəllim də sizdən əvvəl qonaq olanda, keçən dəfə Elşən Hacıbaba evdə qonaq olanda hamısı o sözlər deyir. Bəli, yadımızda qal, bəli. İşinizlə məşğul olun. Sən nə evzə lazımdır, kim gedir, kim nə deyir, kim nə demir, sən işinlə məşğul ol. Yəni, teatr tərbiyəsi olmalıdır da. Yəni, Şəkidə böyük şkola qoydular. Həqiqətən, o iki insan böyük şkola qoydu. Məsələn, Vaqif müəllim, sizə bir misal çəkirəm. Mən Həmkarlar Təşkilatının sədri idim həm də. Bütün işlərdə, yəni, otururdum, iştirak eləyirdim.
O bir dəfə xadimələri yığdı, təzə açılmışdı da teatr, təzə açılacaqdı. Hələ işçilər qəbul edir. Xadimələr də hərəsi bir evdən, ev qadınları da gəliblər ki, iş olsun. Onları yığdı. Dedi ki, siz bilirsiniz haranın xadiməsisiz. Siz elə-belə xadimə deyilsiniz. Siz teatr xadiməsisiz. Teatr. Sizdən soruşanda ki, harda işləyirsən, sən teatrda işləyirsən. Gör nə böyük məktəbdir. İnanırsınız ki, onların münasibəti də başqa cür idi. Bizimlə də münasibətləri başqa cür idi. Çox başqa, çox başqa. Çox təmiz, çox səliqəli. Ona görə sevirəm, bəli. Aktrisa üçün mənim özümə də maraqlıdır ki, aktrisa üçün, bax, sizin özünüz üçün nə vacibdir? Yaddaş, müşahidə, yoxsa bəzən deyirlər ki, xəyal da qurmalıdır aktrisa, xəyalpərəst olmalıdır, yaşayacağını, oynayacağını gözünün qabağına gətirməlidir, sonra səhnəyə çıxmalıdır. Sizcə bu üç amildən hansı vacibdir aktrisa üçün? Mən heç vaxt xəyallarla yaşamamışam. Deyim ki, xəyal eləyim ki, mən belə oynayacağam, belə eləyəcəyəm. Yox, xəyallarla yox. Mən müşahidələri daha çox sevirəm. Yaddaşım da şükür Allaha pis deyil. Yəni bir şey deyəndə bir şey deyirlər ki, hə, Qəmər yenə göstərdi nəyisə. Deyirəm, yox, müşahidə eləyən gözün ucu, biz gözümüzün ucu ilə baxan kimi görməliyik ki, o insan kimdir. Arifə bir işarə. Bəli. Yəni baxan bir iştirikdən, bir hərəkətdən, bir sözdən, bir danışıqdan, yəni müşahidəmiz o qədər güclü olmalıdır ki, baxan kimi bilməliyik ki, nəyi götürdüm oradan? Bu nə dedi? Kimdir? Necə adamdır? Yaddaş öz-özlüyündə, amma fantaziyalarla yaşayanlar da, fantaziyanı o vaxt qurarsan ki, belə fantaziya yox ha, məsəl ki, olmayan bir şeyləri. Amma məsəl ki, mən hələ görmürəm, fantaziyirviç eləyirəm ki, mənim rolumu belə görürəm. Məncə belə olsa daha yaxşıdır. Məncə belə yaxşıdır. Məsələn, bu yaxınlarda bir seriala çəkdi, çox balaca rol idi. Orada rolu başa saldı, mən özüm rejissora dedim ki, bəlkə bu belədir, bəlkə deyir, hə, bax belədir, belədir. Yəni, artıq sən bilirsən ki, sən kimi oynayırsan, onda fantaziyalı işlədirsən ki, belə adam belə eləyər də, başını belə bağlayar, əynini belə giyinər. Fantaziyalı onda işlədirsən. Amma olmayan bir şeyə ki, mən məsəl üçün fantaziyirviç eləyim ki, xülyalar qurum ki, mən belə eləyəcəm, mən belə eləyəcəm. Yox, mən birincisi, hər kəs özünün materialından istifadə eləyir. Mənim nəyim varsa, mən bu cür görünürəm. Başqası mənim rolumu oynayanda o tamam başqa cür görünür. Çünki onun materialları ayrıdır. Amma eyni şeyi yaşayırıq, yaşantıları yaşayırıq. Mən özümdən necə qura bilərəm ki, mən görünəyəcəyəm? Elə şeylər yoxdur. Yaddaşın yaxşı olmalıdır, müşahidən yaxşı olmalıdır, bir də ağlın olmalıdır. Qəmər xanım, biz ümumiyyətlə, belə deyim, bəlkə də bununla razılaşmayasınız, amma yəqin ki, verilişə baxanda mənlə razılaşanlar da olacaqdır. Sizi biz ümumiyyətlə həmişə təmkinli, hətta mən təzə-təzə bura işə gələndə həmişə deyirdim ki, nə ciddi xanımdır, belə də biraz, sizi görəndə biraz özümüzü yığışdırırıq, belə yaxşı mənada. Yəni ki, belə ciddi, təmkinli, hər şeyə belə özünün xüsusi reaksiyası olan, mənim üçün maraqlıdır. Ümumiyyətlə, xasiyyətiniz sizə, aktyorluq şən əhval-ruhiyyəni sevir, yumoru sevir. Amma hərçək ki, siz bayaq dediniz ki, biz otururduq da, deyirdik də, gülürük də. Ümumiyyətlə, xasiyyətiniz sizə kömək olub bu sahədə, yoxsa mane olubdur? Mənim xasiyyətimdə olan bəzi şeylər mənə çox mane olub. Nələr? Həmişə demişəm, başıma hər nə gəlibsə utandığımdan gəlib. Hamı məni elə bilir ki, çox özümü dartan, nə bilim, özümdən razı, belə görünüş verirlər mənə. Bax, necə dediniz ha? Bəlkə də belə ilk baxışdan məni elə görürlər də. Bax, adi bir misal deyim. Hələ birinci kursda oxuyurdum. Qonşular otururdu qapıda hamısı. Mən gəlirdim, beləncə qapıdan baxırdım, qaydırdım, gəlirdim. Hamı oturubdu orada. Deyirlər ki, o niyə gəlib oturmur burada? Necə forsdudur? Amma mən forsdu deyildim. Forsa eləmirdim ki. Mən utanırdım ki, gedim orada oturum, onların yanında oturum, nə bilim, nə danışırlar, nə inirlər. Amma ilk baxışdan hamı elə götürürdü məni.
Məsələn, Şəkidə bir qonşumuz var idi. Gəldim, girdim, gördüm ki, qonaqları ver. Salam verdim, belənçinə çıxdım. Belə simpatiknaya, a kakay farsistaya. Yəni ki, ilk baxış onu verir. Onu hiss eləyirlər. Amma ciddilik də deyim sən ki, belə olur insanlar ki, o qədər ciddidir ki, buna yaxınlaşmaq olmur belə. Nə bilim, bir söz deyər, biabır olaram, nə bilim, getdim, yaxınlaşdım. Mən elə deyiləm. Təbii ki, elə deyiləm. Təbii ki, elə deyiləm. Yəni ki, heç nə olmayan yerdə, məsələn, gülmək lazımdırsa, yumor çox sevirəm, gülməyi çox sevirəm. Sabit Rəhmanın söhbətçiləm. Söhbət elədik xeyli. Ay, sağ ol. Sabit Rəhmanın Yalan tamaşasında Tərlan xanımı oynayırdım. Ürəkləri gedirdi gülməkdən. O özü komediyadır. Hüseyn ağa gülməkdən az qala göz yaşlarım belənçinə silirdi ki, sən necə oynayırsan bunu. Yəni ki, yumoru da çox sevirəm, danışmağı da çox sevirəm. Общительнayam. Məsələn, deyirlər ki, danışan deyil, filan deyil. Lazım olan yerdə danışarsan, məsələn, lazım olan sözü danışarsan, elə boş yerə, onda geri ciddi deyəsən da. Çox da, indi bildiniz ki, yəni ki, çox da elə mən belə qorxulu, ciddi adam deyiləm. Qorxulu adam deyilsiniz. Qorxulu adam deyiləm, bəli. Qəmər xanım, bayaq oğlunuzdan danışdınız. Mən bilirəm ki, sizin yeganə oğlunuz var. Bəli, bəli. İndi bizə lap aydın oldu ki, siz onu necə çətinliklərlə bəli, çox. Teatra gətir, apar falan. Ümumiyyətlə, yəqin ki, bütün analar kimi oğlunuza qarşı həssassınız. Yəni, təbii. Bunu da hamımız bilirik ki, analar necə olur. Və bir çox aktrisalar mən müsahibələrində oxumuşam. Bəzən deyirlər ki, biz övladlarımızın ad günlərində yanında ola bilmirdik, əlamətdar günlərdə ola bilmirdik. Çünki səhnəyə çıxmalıydıq, bizim tamaşamız vardı. Mənim üçün bəs maraqlıdır, siz övladınıza vaxt ayıra bilirdinizmi? Misal, çünki uşaq heç vaxt balaca qalmır da, böyüyür, onun ad günü olur, məktəbə girir, bitirir filan. Bu mənada özünüzü tam həss edə bildiniz, yoxsa sənət imkanı yox? Yox, təbii ki, mən ona vaxt ayırırdım, hər işinə də çatırdım, hər şeyi də eləyirdim onun üçün. Ola bilməz ki, uşaqlığın keçirməlidir və yaxud da ki, uşağın lazım olan şeyləri mən hamısını qurban verir. Yəni ki, vaxt ayırmaq olurdu, mümkündür. Hətta indinin özündə də, məsəl üçün, lazımdırsa, ona nə lazımdırsa, məsələn, bugün onun yanında olmaq lazımdırsa, mən ona vaxt ayırıb gedirəm. Biz danışırıq da, onun işi var, mənim işim var, yəni zəynə, bu saat telefonla hamısı, evdəsən, yoxsa evdə deyirsən, gəlirsən, gəlim yox. Gözünüzün qabağındadır, yəni, belə deyil, uzaqda deyil. Hə. Hətta mən ona görə Bakıya gəldim. Şəkidən. Şəkidən, məsəl üçün, gəlməzdim. Təsəvvür edin ki, 27 il Şəkidə yaşayan adam, gəncliyini orada qoyan adam mənə Şəkidən Bakıya gəlmək çox qorxulu görünürdü. Mənə elə gəlirdi ki, mən gedib Bakıda yaşaya bilməyəcəyəm. Təsəvvür edin, məktəb partasından çıxmışam, institut partasına getmişəm, o partanın da dalından çıxmışam, Şəkiyə getmişəm. Artıq oraya öyrəşmişsə 27 il az vaxt deyil. 27 il. Mən oradan Bakıya ancaq oğluma görə gəldim. Çünki fikirləşdim ki, hələ o 5-ci sinifdə oxuyurdu, 6-cı sinifdə oxuyurdu. Basketbola gedirdi. Nə qədər hansı bir sahəyə qoydumsa onu, idmana, musiqiyə, hamısını yarımçıq qoydu. Axır ağladı ki, ancaq basketbola istəyirəm. Basketbola getdi. Bunları bir gün apardılar Mingəçevirə yarışa. Gəldi, özü danışdı ki, ay mama, məni Bakıdan gəlmişlər, bəyəndilər, belə elədilər, elə elədilər. Mən dedim, uşaqdır da, yəqin nə deyiblər, heç başa düşməyib ki, nə deyiblər. Dedim, hə, lap yaxşı. Bir də gördüm ki, səhər qapı döyülür. Şəkinin trenerləri, hansı basketbol müəllimləri, dedilər ki, Qəmər xanım, bəs sizin oğlunuzu Bakının zbornu basketboluna istəyirlər. Siz onu şərait yaratmasaz, aparmasaz, siz valideyn deyilsiniz. Dedim, necə ola bilər ki, mən onsuz da indi 6-da oxuyur, 4 ildən sonra, 3 ildən sonra instituta getməlidir. Yenə mən onunla getməliyəm, tək qoymayacağım ki, bir uşağım var, tək onu hara qoyuram. Elə olub mən, yəni ki, heç gəlmək fikri yox idi məndə. Yəni ki, elə olub mən elə oğluma görə Bakıya gəldim. Yaxşı ki, gəlmişsiniz Qəmər. İndi bu gözəl teatrda işləyirəm, sizinlə bir yerdə. Hamımız, necə deyim, yəni, hər kəsin bir aurası var, hər kəsin bir yeri var. Bəli. Yəni,
bir də görsən ki, kimisə görürsən, o qədər xoş olur adama, bir danışırsan, bir hal-əhval tutursan, işinə baxırsan, yaradıcılığına baxırsan, hamısı gözəldir. Yəni, həm də indi mən yaşımın elə vaxtındayam ki, biraz o qədər teatra girişib danışmaq, bilirsən də, nə deyim ki, belə lazım deyil. Mənim 40 yaşım olsaydı, başqa cür danışardım. Mənim artıq 40 yaşım deyil. Devirdə elə devirdi ki, heç kəsə dərs keçmək olmur. Bəli, düzdür. Qəmər xanım, aktrisalar biraz, ümumiyyətlə aktyor, yaradıcı insanlar kövrək olurlar. Çox kövrək olurlar. Mənim üçün maraqlıdır. Sizi nə kövrəldə bilər? Mən çox adi şeylərdən kövrəlirəm. Ən sevincli bir şeylərdən belə kövrəlirəm. Çox şeydən kövrəlirəm. Məsələn, o günləri seriala çəkilirəm, mənim qızıma oynayanın yazığın gözlərini doldurur. Deyirəm ki, qız baxıram ona, deyirəm, qızım, icazə vermə də gözvə töksünlər, özün ağla günən nə olar, eləmə. Biraz baxmada təzədir, uşaqdır, hələ oxuyur. İndi mənimlə səhnəsi var, bir də gördü ki, mənim göz yaşlarım getdir, necə? Deyirəm, heç nə yoxdur burada. Heç nə yoxdur. Kövrəkli odur ki, biraz yaxına buraxırsan, həqiqətən sənə təsir edir. Hissiyatımız güclüdür axı. Hissiyatımız çox güclüdür. Və yaxud da özünü biraz xatirələrə yaxın buraxırsan. Bir də məsəl üçün, heç vaxt olmaz axı sən özü xatirələrə burax. Məsəl üçün, görürəm ki, birdən-birə elə musiqi gəldi ki, o məni ağlatdı. Elə bir kəlmə söz danışdınız ki, o mənə təsir elədi. Və yaxud da ki, rol oynayanda sən o xatirələri hələ gedə bilməsən. Hələ rolun özündə, mətnində, sözündə, vəziyyətində elə bir şeydir ki, səni o dəqiqə kövrəldir. Yəni, mən çox kövrək adamam. Özdə bir sirr açım ki, yaşlaşdıqca lap kövrək olursan. O da düzdür. Həqiqətən. Yaşlaşdıq, düzdür, mən özümə yaş vermirəm. Mən də vermirəm. Elə bilirəm ki, çox cavanım, mənə elə gəlirdi. Amma hərdən deyirəm ki, ayıbdır da, mən özüm belə düşünürəm, başqaları axı belə düşünmür. Amma mən özüm düşünürəm ki, hələ çox cavanam. Mən elə düşünürəm. Bilmirəm, bəlkə bütün yaşı olanlar elə düşünür. Mənə elə gəlir. Keçmişə baxmaq, Qəmər xanım, çətindir, yoxsa asandır, ağrılıdır? Ümumiyyətlə, baxmaq lazımdırmı keçmişə? Hər gün özümü hazırlayıram ki, keçmişə baxmayım. Keçmişə baxmayım, keçmişə baxmayım. Mən keçmişi çox sevirəm. Mənim keçmişim də çox gözəl olub. Və keçmiş həyat elə bilirəm ki, bugünkündən, bəlkə biz onları görmüşük deyənə, hərdən danışanda deyirlər, doğrudan belə olub. Yəni, o rahatlığı o qədər görmüşəm ki, indi bu çılğınlığı görəndə o devir mənə çox rahat gəlir. Və mən həmişə qayıtmaq istəyirəm, həmişə danışıram. Sonra yadıma düşür ki, biz özümüz cavan olanda ələ salırdıq yaşlı adamları ki, bizim vaxtımızda o sözü həmişə eşidəndə bir təhər gəlib bizim vaxtımızda. İndi deyirəm, o sözü işlətməyim ki, uşaqlar bezirlər bizim vaxtımızda. Nə qədər olar bizim vaxt? Bizim vaxtımız getdi. Artıq bizim vaxt. Mən çalışıram ki, özümü bura öyrəşdirim, bugünə öyrəşdirim. İndiki vaxta öyrəşdirim. Onlar getdi. Onlar bizim vaxt. Onlar gözəl xatirə olaraq qaldılar. Məsələn, nəvəm deyir ki, evi dəyişdi, deyir ki, məsələn, bu yaxşı idi, yoxsa bu yaxşı idi. Deyirəm, nə bilim, Niyazka, o da yaxşı idi, bu da yaxşı. Deyir, amma Firavunu deyir, burada xatirələr qaldı da bizə. Gözəl sözdür, uşaqdır, amma deyir ki, oradan bizə xatirələr qaldı, bizim xatirimizdə nələrsə qaldı orada. Deyirəm, əlbəttə ki, oradan xatirələr qaldı, getdi orada yoxdur. İndi bunlar da bizdə, məndə bunlar xatirələrdir də hamısı. Hamısı gözəl xatirələrdir. İnsanın həyatı elədir ki, o qədər acılar da, o qədər yaxşılar da, nə bilim, ortalar da, hər şey olub ki, hər şeydə açıb danışmaq olmur, hər şey demək, insanın özünün nələrisə var. Hər kəsin özünün nələrisə. İnsanın özünə də nələrsə qalmalıdır. Bəli, bəli, mütləq. Özünə nələrsə qalmalıdır. Bilmirəm nə dərəcədə. Çox gözəl söhbət məncə alındı. Təşəkkür edirik biz sizə bu istidə vaxtda. Mən təşəkkür edirəm. Bizim belə deyək də layihəmizi rəngləndirdiniz. Təşəkkür edirəm. Rəngə boyadınız. Bizim bilirsiniz ki, layihəmizin bir qaydası var. İndi mən durub gedəcəm. Siz kameralarla tək başına qalasınız və bir etirafınızı sənətə, həyata dair etməyə də bilərsiniz. Amma etsəniz daha yaxşı olar. Təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Çox sağ olun.
Əslində elə bayaqdan danışdıqlarım hansı etiraflar idi. Belə baxanda danışdıqlarımız etiraflardır. Hansını etiraf eləyə bilirik, hansını etiraf eləyə bilmirik. Hər gündə bölüşəndə, danışanda, söhbət eləyəndə yenə də etiraflar eləyirik. Amma mən bugün bu layihədə etiraf olduğu üçün düşünürəm ki, bir etiraf edəcəyəm ki, bu mənim həyatımın, işimin, münasibətlərimin, davranışımın açarı olan 2 kəlməni sizə etiraf edəcəyim. Mən çox məsuliyyətli və çox da sadiq bir insanım.